Bağışlayan və mehriban Allahın adı ilə bir daha hər birinizi xoş gördük, əziz müsəlmanlar. Ramazan ayının artıq ortalarına doğru gəlib çıxmışıq. Allah hər birinizin ibadət və itaətlərinizi qəbul eləsin ki, bir çox xüsusi əməllər vardır, bir çox xüsusi göstərişlər vardır ki, Ramazan ayında təkid olunmuşdur. Onlardan da ən başlıcası Ramazan ayında ailə ilə mənəvi bağlılığı daha çox artırmaqdır ki, Ramazan ayında ailədə mənəvi tərbiyənin yolları hansılardır? Baxın, bu böyük bir fürsətdir ki, ailədə ibadət mühitini daha çox genişləndirmək, ibadət mühitinə daha çox təşviq yaratmaq. Məsələn, ailə üzvləri ilə birlikdə Quran oxumaq, dua oxumaq, zikirlər etmək, əlavə olaraq orucun mahiyyətini aşılamaq, ailə içərisində, ailə daxilində daha çox səmimiyyət yaratmaqdan ötəri iftar süfrələri təşkil etmək, iftar süfrəsində bahəm ailə üzvləri ilə birlikdə əyləşmək. Çünki alimlərin də nəzəri budur, böyük ustadlardan da tövsiyələr budur ki, çalışın Ramazan ayı boyunca iftarlarınızı öz evinizdə edin. Öz evinizin süfrəsində iftar edin ki, çünki iftar zamanı Allah Taala'nın rəhmət nəzəri olar həmin süfrəyə. Həmin şəxsə rəhmət gözü ilə baxar Allah Taala iftar edən zaman oruç tutan şəxsə və hər kəs çalışsın ki, həmin rəhmət nəzəri ki vardır, öz evinə şamil olsun deyinə çalışdığı qədər, bacardığı qədər Ramazan ayı boyunca öz evində, öz əzizlərinin yanında, öz ailə üzvlərinin yanında, məxsus övladlarımızın yanında iftar edərək onlara Ramazanın mahiyyətini, Ramazanın əhəmiyyətini, Ramazanın gözəlliyini, ailə olmağı bacardığımız qədər təlqin eləyək inşallah.